Uğurlu insanlar ona görə uğurlu olur ki, onlar mütləq ki, sevdiyi işlə məşğul olmaq. Biz bank olaraq gün ərzində 1500 müştəriyə xidmət göstərirdik. Düşünürəm ki, cəmiyyətdə bəzi mövzular haqqında məlumatlığımız xeyli azdır. Həyatda bir baxışı var da, bir yerdə ki, mən artıq görürəm ki, mənə maraqlı gəlmir, mən o yerdə çox qala bilmirəm. Elə olub ki, geri saat 12-də işdən çıxmışam. Nə buna məni heç kim də məcbur eləməyib də, sadəcə mənim həvəsim olub, mənə maraqlı gəlib. Təkcə mənim yox, əminəm ki, bütün belə layihə yaratmaq istəyənlərin dərdidir deyək. İnvestisiyanı necə tapsınlar? Ay AI gələcək bizi öldürəcək, yeyəcək. Biləm ki, boş şeydir də. Yəni arxasında rəqəmlər dayanırdı. Uzaq baş topdan çəkəsən bitdi. Necə oldu ki, mən kassirdən gəldim, oldum CEO. Yaratdığınız startap tam olaraq bu problemi necə həll edir? Əgər bir işi sevərəkdən görürsünüzsə, onu mütləq ki, yaxşı görəsiniz. O işi yaxşı görəsinizsə, siz hər zaman pul qazanasınız. Əgər bir işdən siz gözləyirsə ki, 6 tamam olsun, mən evə gedim, bilin ki, siz səhv yerdəsiniz. Bu qədər.